Yardım Mərkəzindən hamıya salam, mən Mahir. Bugün sizlərə Camtasia Studio proqramından fotomontaj eləməyi göstərəcəm. Proqrama girək. Proqram açılan üçün mən biraz durdururam. Bəli, indi burada Info Media var, ona daxil oluruq. Burada yəni sizin videonuz ola bilər. Mən buradan seçirəm. Open. Belə edim. Bir dənə soldu bəsdir, mən bunu koydum hesaba. Burada track 1 var. Track 1'e bunu bir dəfə belə sürüşdürürük. Gördüyünüz kimi gəldi. Bir dəfə musiqiyə qulaq asaq. Bu xətt mahnının getdiyi yeri bildirir. Hal-hazırda 10 saniyə gedib. İndi mahnını dayandıraq, yəni mahnı gedir. Biz bura yorum qoyaq. Yorum qoymaq üçün seçək. Məsələn, abunə ol yazaq və gördüyünüz kimi abunə ol. Bu sarı xəttin harasında olursa ora düşəcək. Məsələn, biraz qıraqdan qoyaq. Gördüğünüz kimi abunə ol belə yazıldı. Ondan sonra abunə oldan sonra mahnıya bir effekt əkləmə, yəni qoyma. Effekt yəni belə. Məsələn, belə bir effekt. Effekti qoyaq. Bura qoyaq. İndi mahnı geçsin. Gördüğünüz kimi effekt de geldi. Bu da oldu. Bu kadar dostlar. Bundan sonrasını özünüz edə bilərsiniz. İkincini qoymaq üçün bunu bir dəfə bura basdıqda belə edirik. Gördüyünüz kimi gəldi. Başqa söz yazarsınız və belə etdikdə olur. Kanalıma abunə olmayı, dəstək olmanı unutmayın. Sağ olun.